Biz yenə xəstəxanadayıq. Bizə xəstəxana yolları görsəndi yəni. Damla xanım öskürürdü, ona görə onu xəstəxanaya gətirmişik. Ki əmin olaq da inşallah bir şey yoxdur deyə. Dənizi də qoymuşuq ananın yanına. Buna bax. Ramin bayaqdan mırtdaşır, deyir burada qol olmalıdır. Amma qolu yoxdur. Baxırların hamısı böyük qalır. Bilməzkən. Yeni ilin ikinci günündən hər kəsə salam. Dünənləri sizə açdım, salam belə vermədim. Dünən sizə açdım, salam belə vermədim. Damlağı xəstəxanaya apardıq. Çünki yeni il axşamı, yəni 31-i çox öskürməyə başladı. Ona görə biraz narahat oldum mən. Qızdırması olmadığına görə çox da narahat değildim əslində. Amma yenə də hər ehtimala dedi ki, bir aparaq xəstəxanaya. Xəstəxanaya apardıq, həkim baxdı, hər şey yaxşıdır, bir problemi yoxdur dedi. Qızdırması olsa gətirin dedi. Ona görə biz də mutlu mesut evə gəldik. Amma dünən heç seçməyə vaxtım olmadı. Çünki podruqam bizə gəlmişdi. Oturduq, söhbət elədik. Telefon düzün sözü heç yadıma düşmədi belə. Ona görə bugündən başlayırıq. Bugün də inşallah uşaqları gedib bizim dillə poliklinikaya qeydiyyata salacağıq. İndi yabancı olduğumuz üçün biz bunların hamısını manuel, yəni özümüz gedib eləməliyik. Otomatik olmuş. İndi gedib uşaqları qeydiyyata salacağıq. Çünki bunların peyvənd vaxtları falan gələndə xəbər eləsinlər bizə. Bugün o planımız var. Ramin evdədir bayramla bağlı. Amma işə bir gedib gələcək. Yəni bir gedib deyib bir işi var. Onu həll edib geri qayıdacaq. Ondan sonra da biz gedəcəyik. Böyük ihtimalle Kərimlə məktəbdən gəlmiş olar. Kərimi götürüb elə gedərik. İndi aşağı düşdük. Səhər yeməyi hazırlayacağam. Səhər yeməyi yeyək. Gecələrim çox yuxularım bölündüyü üçün aşırı yorğun keçir. Səhər ayılır. Bu biraz günün bütün enerjisini də düşürmüş olur məndə. Yavaş-yavaş amma toparlayacağım, öyrəşməyə başlayacağım. Uşaqların biberonlarını gətirdim. Südlərini də axıra qədər içmədilər, bilmirəm niyə. Ya ikisi də içmədi bu arada. Bəzən olur belə. Yəni südü içib yatırlar. Nə qədər əlləşirsən əlləş, yəni yemirlər onu, bitirmirlər. Mən də çoxu da zorlamıram. Çünki çox az olduğuna görə belə bir şey, yəni sürəkli o təkrarlamadığına görə özünü sıxıntı eləmirəm yəni. Yedikləri qədər yeyirlər o an. Sonra yatıb yuxuya qalırlar. Yəni ondan sonraki bəslənmədə normal öz yeməklərini yeyə bildiklərini, yəni hansı ölçüdə yeyirsən onu yeyirlər. Nəysə, indi biberonları yuyum. Ondan sonra kahvaltını hazırlayayım. Ondan sonra da Ramin gedəcək. Ramin gedib gələr. Ondan sonra, nə qədər ondan sonra dedim. İlk dəfə uşaqlarla, Kalyaska ilə çölə çıxacağıq. Yəni heç çıxmamışıq bu arada. Çıxmışıq da xəstəxanaya getmişik. Taksi ilə getmişik. Bu səfər taksi kullanmağı düşünmürük. Böyük ihtimalla belki avtobusa minə bilərik. Bu arada hava aşırı soyuqdur. Türkiyənin hər yerinə qar yağdığını göstərir. İstanbulun hər yerinə qar yağıb. Bir tek bizim yaşadığımız yerdən başqa. Bizim yaşadığımız yerdə qar yoxdur, amma dəhşət şaxtadır. Yəni dünənləri balkonu kebab eləmişdi Ramin. O balkonun tozunu, torpağını, o hissini dünən təmizlədim. Gecə axşam ancaq vaxtım oldu. Bir vedrə su töküb belə çək-çəklə onların hamısını təmizlədim. Buz bağlamışdı o sular. Yəni elə deyim sizə. Babat soyuq var. Amma uşaqları da çıxartmaq zorundayıq. Çünki qeydiyyata salmalıyıq. Uzaq deyil getdiyimiz yer bu arada. İstəsəydik taksi ilə gedə bilərdik, amma taksi ilə getmək istəmirik. Bir deneyim olsun bizə. Kalyaska ilə çıxmaq istəyirik. İndi görək necə olacaq. Yaxşı olar inşallah.
Tanışalım. Bu benim kızım Deniz'di. Benim çiçeğim. O da ne kurban olurum. Çok miniktiler bunlar. Teyzeleri çok minikti. Uydu. Altını batırıp ben diye altını temizleyeceğim. Altını temizleyeceğim. Değil mi aşkım? Buraları yığıştırmıram. Çünkü Deniz'e yemek verdim. Altını değiştim. Damlada da sıra. Damlada yemeğini vereyim. Aynını değişim. Ondan sonra yığıştıracağım. Değil mi kızım? Günaydın. Günaydın. Hi baby. Hi aşkım. Anne, Efendim. sana bir iyi bir de kötü haberim var. Aha, kötüden başla. Sonra yiyeceğim. Kötüden başlayayım. Ayakkabım bacı elə bir şey içində cincirib çözülür. Sert bağlayıram çözülür. Bıxmışam ayağıma da çox böyük alır. Aha. Diğer ayakkabımı ayakkabımı tikmək olar. Yok. Nə etmək olar? Hoşuna. Ayağıma aşırı böyük alır. Bacıqlar çözülür. Ayağımdan çıxır ayakkabı. Sen dedin süper de axı. Ben alıp getirəndə sen Süperdi. niyəcə indirdin? Böyük alacaqdı sen niyəcə indirdin ben sana onu? Sana Bu indirdim. süper kalmıştı da indi ayağımdan çözülür. Bacıqlara çözüm bularıq. Bacıqlar boş şeydir. Ayağıma biraz da böyük alır. Ona bir şey yapamam. İade edemezsen. Yok, geyindiğin şey necə yad edin? Ne? Geyindiğin şey niyə necə yad? Damla öskürdüyü üçün ona həkimin tavsiyəsi ilə buxar makinesi eləyirəm.
Bu arada Kərimlə də çox bunu eləmişəm. Yəni hələ də eləyirəm. Kərim əgər öskürürsə və xəstələnibsə mütləq ona buxar makinesi eləm. Genelde o öskürürsə ona başqa şey işe yaramır. Yəni o öskürək dərmanları falan heç bir işe yaramır. Kızım. Gel. Gel aşkım. Bir tanem. Oturacağıq ona. Oturacağım divan köşesinde. Böyle mi buxar tutacağım. Değil mi aşkım? Bu xanım qızları koydum yerine. Sos qatıldısa da şey istəmir. Yatızdırmağa. Bu çok qəşəng şeydir kızlar. Eğer ihtiyacınız varsa, bak birine hediye de almağa, yani yeni uşaq olan birine süper bir şeydir. Yani uzun müddət işlədəcək. Mənim uşaqlarım perimetrlər balacadılar, yani elə deyim sizə. Mənim əllərim balacadır, ona rağmen bu uşaqların əlləri bu boyda çıqqılıdır. Can, boğazında kaldı balamın. O öskür, o öskür, o həqiqi öskürəkdir. Bunun boğazında kaldı tüpürcək. Ama onun o öskürür. Bundan danışırdım. Bakın ayaklarının yeri var. Başlarında da papağını takma yeri var. Yani bayağı bir gedir bu. Ben de çok seviyorum bunu. Adyallarda var. Ama adyaldansa bu çok konforludur, çok rahatdır. Bir yere gidəndə də hemen kalyaskanın içine koyuruq. Uşaqlar içine koyup aparırıq yani. Çok rahatdır. Daha doğrusu bir yere gidəndə deyəndə gələ ki xəstəxanaya girib gələ bilmişik. Ay. Ay çok yaşa. İşte bunlar indi yatacaklar. Ben de köşeme geçeceğim. Orada özüme çay içeceğim. Süt sağma makinem orada da süt sağacağım. Bu kızların gelen yemek vaktine kadar. Bu arada bana bir yorğunluq çöktü, bir yuxu çöktü. Belə də durduq yerdə pilim bitir. Zarafatsız. Dünənləri padruqamdan hətta bunu zarafatını eləyirəm. Deyirəm ki, hani o bəzi telefonlar olur, xarab olurlar, yaxşı işləmirlər. O telefonları zarafat eləyirəm. Deyirəm bəzi telefonlar olur, o telefonların hani yaxşı işləmirlər. Yəni nətər yaxşı işləmirlər? Zaryadkanı yaxşı saxlamırlar. Baxırsan telefonun zaryadkası var. Pat diye yani sönür, səni uyarı vermədən də. Mesela baxırsan ki telefon 30% gəldi, tak söndü. 30'a kadar ancaq dözür. Benimki də elədir. Ya 30'a kadar gəlir zaryadka, deyirəm ki, yaxşı, hələ davam edə bilərəm. Pat diye zaryadkam qutarır. Başlayır başım gözüm getməyə. Neyse. Oturum işlərimi həll edeyim. Bebeşkaların yemək vaxtları tez gələcək. Çünki 2 saatdan bir verirəm. 2 saatdan bir verdiyimə görə də aşırı tez vaxtları gəlir. Onların vaxtı gələnə qədər mən işlərimi həll eləməliyəm. Qızların paltarlarını atacağım yuyulmaya. Paltarlar. Evdə biraz paltar vardı. Onlar yuyuldu, həll olundu. İndi qızların paltarları yuyuyorum. Məlum onların paltarları bizim paltarlarla bir yerdə yumuruq. Bunu size göstermiştim, göstermemiştim. Bilmirəm, xatırlamıram. Ben böyle şey almıştım onlara. Kirli səbəti. Çok şirindi, çok da qəşəngdir. Bayağı da kullanışlı da. Bir de burada böyle vedrenin içine şey koymuşum. İsti suyun içine birini size göstermiştim. Mendekiler temizlemek için isti suyun içine tökürük. Ondan tökmüşəm dünəndən. Ləkəli paltarları koymuşam bura. İndi bunları sıxıb hamısını makineye atacağım.
uşaqlar üçün bu yumuşadıcını istifadə edirəm, Unibaby-nin. Bir də Unibaby-nin də bu deterjanını istifadə edirəm. Bunlar ikisi də suludular. Hərəsindən bir qapaq ekləyirəm içinə. Və paltarları mən ən düşük rejimdə yuyuram. Uşaqların paltarlarına zərər gəlməsin deyə. Amma 40 dərəcədən istifadə edirəm. Belə. Paltarları yumuşaq. İndi onları yerinə qoyacağım. Əmdən qoxlamışdım, əmdən çıxardım. Burada pərdəni bunun arxasına sərirəm. Ona görə səbəbi ki, istiliyi evə tamamən getsin, pəncərəyə getməsin deyə. Əminə aşağını təmizlədi. Onu götürüm. İndi salım aşağıya. Kərimin burada şey qalıb. Hər şeyi yığmışıq. Bu yaddan çıxıb. Onu da buradan yavaşca çəkim. Lup 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 lup. Hoppa. Əminə yerinə yerləşdirelim. Vallahi bu var ya, bu mən böyle ələ yaxındır. Charging. Aha, bizimkiler ağlayır. İndi burada bir kargon var. Anam mənim üçün. Kolajen alıp onu bir yerde açacağıq birazdan. Bu kargonu beraber açacağıq. Anam mənə kolajen almıştı. Onu göstereceğim size. Ama tek əlindən bu biraz mənim üçün zor olacaq bir dəqiqə. Burada en meşhur kolajenlerden biridir bu. Hoppa. İçinde şeyinle bir yerde geldi. Ne? Bu pul yığması üstündə neydi? Daxıl. O nədir ki? Kolajen. Kolajen nədir? Biz içirik. İçində də bir dənə belə bir dənə maska var. Belə bir dənə də maska var. Kolajen maskası. Bunu da kullanıram. Ay Allah, mühürləyiblər ya. Ağzındakı mühüre bak. Mühür nə deməkdir? Bu da bu. Bu deməkdir ki, bu açılmayıb daha önce. İçinə toxum qoyublar. Ne gözəl düşüncələr içədi. Nə toxumudur bu? Fəsləyən toxumu. Həsən nədir? Fəsləyən şeydir, yeşillik.
Açacağıq. Pəncərəni açmışam. Belə toz halındadır. İçində qaşığı da olmalıdır. İnşallah taparım qaşığını. Hə, tapdım. Hər gün bir ölçək itilir. Nə tərkirsən peki? Suya tökürsən, ya kahveye tökürsən, çaya tökürsən. İndi sənin keyfin nə istəyir, meyvə suyuna tökə bilirsən. Hər şey tökmək olur yəni. Ha, yediyin yulaf bişir, yulafın içine kat. Hmm. Teşekkürler. Sağ